Salam, əziz izləyicilər. Bugün 20 aprel, ulduzların enerjisinin tamamilə dəyişdiyi, yeni fürsətlərin qapımızı döydüyü bir gündür. Həyatınıza işıq tutacaq gündəlik bürc proqnozlarını təqdim edirik. Hazırsınızsa, ulduzların sizin üçün nə hazırladığına birlikdə baxaq. Qoç bürcü altında doğulanlar üçün bugün əsl liderlik sınağıdır. Marsın enerjisi sizi hər zamankından daha iddialı və cəsarətli edir. Səhər saatlarında iş yerinizdə və ya təhsil həyatınızda qarşınıza çıxan kiçik maneələr sizi qorxutmasın, əksinə bu çətinliklər sizin nə qədər güclü olduğunuzu göstərmək üçün bir şansdır. Günün ikinci yarısında maliyyə məsələləri ilə bağlı yeni xəbərlər ala bilərsiniz. Yaradıcılığınız zirvədə olduğu üçün yeni layihələrə başlamaqdan çəkinməyin. Axşam saatlarında isə yaxınlarınızla səmimi söhbətlər edərək günün yorğunluğunu ata bilərsiniz. Enerjinizi doğru yönləndirməyə çalışın. Buğalar üçün bugün maddi və mənəvi dəyərlərin ön plana çıxdığı bir gündür. Səhər saatlarından etibarən özünüzü daha sabit və qərarlı hiss edəcəksiniz. Xüsusilə uzun müddətdir təxirə saldığınız alış-veriş və ya investisiya planlarını bugün reallaşdırmaq üçün ulduzlar sizə yaşıl işıq yandırır. İş mühitində təmkinli davranmağınız ətrafdakıların rəğbətini qazanmağınıza səbəb olacaq. Sağlamlığınıza, xüsusən də boğaz və boyun nahiyənizə diqqət yetirin. Günün sonunda sevdiyiniz bir musiqi və ya ləzzətli bir şam yeməyi ilə ruhunuzu dincəldin. Həyatın dadını çıxarmaq bugün sizin haqqınızdır. Əkizlər üçün ünsiyyət dolu, olduqca dinamik bir gün başlayır. Bugün ağlınıza gələn orijinal fikirlər ətrafınızdakı insanları heyran edə bilər. Səhər saatlarında telefon zəngləri və mesajlar arasında qala bilərsiniz, lakin hər birinə yetişməyə çalışmaq sizi yormasın. Yeni məlumatlar öyrənmək və ya qısa bir səfərə çıxmaq üçün əla zamandır. Əgər bir müqavilə imzalamaq və ya vacib bir görüş keçirmək planınız varsa, günün orta saatlarını seçməyiniz məsləhətdir. Duyğusal həyatınızda isə bəzi sürprizlər baş verə bilər. Köhnə tanışlardan gələn xəbərlər sizi keçmişə apara bilər, lakin diqqətinizi gələcəyə yönəldin. Xərçənglər üçün bugün daxili hüzuru tapmaq və ailə bağlarını gücləndirmək üçün əvəz olunmazdır. Ayın təsiri ilə duyğularınız daha da dərinləşə bilər. Səhər saatlarında evinizdə və ya iş yerinizdə komfort zonası yaratmaq istəyəcəksiniz. Sevdiyiniz insanlara qarşı göstərdiyiniz qayğı bugün sizə 2 qat sevgi olaraq geri dönəcək. Maddi məsələlərdə biraz ehtiyatlı olmağınızda fayda var, plansız xərclərdən qaçın. Günün ikinci yarısında intuisiya və hissləriniz sizə ən doğru yolu göstərəcək. Yaradıcı bir hobbiyə vaxt ayırmaq və ya sadəcə xəyallara dalmaq üçün sakit bir künc tapın. Özünüzə vaxt ayırmaq sizə çox yaxşı gələcək. Şirlər üçün parlaq və diqqət mərkəzində olacaqları bir gün gəlir. Sizin xarizmanız və enerjiniz hər hansı bir mühitə daxil olanda dərhal hiss olunur. Bugün peşəkar həyatınızda vacib bir addım ata bilərsiniz, rəhbərliyin və ya tərəfdaşlarınızın diqqətini çəkmək üçün fürsətlər yaranacaq. Lakin egonuzu idarə etməyə və başqalarının da uğurlarına sevinməyə çalışın. Sosial həyatınızda aktivlik artır, yeni dostluqlar və ya maraqlı təkliflər qapınızdadır. Axşam saatlarında isə romantik dəqiqələr sizi gözləyir. Sevdiyiniz şəxslə səmimi və odlu söhbətlər edərək münasibətinizi növbəti mərhələyə daşıya bilərsiniz. Parıldamaqdan qorxmayın. Qız bürcü üçün bugün nizam, intizam və detalların günüdür. Hər şeyi yerli-yerində görmək istəyiniz işlərinizin daha sürətli və keyfiyyətli irəliləməsinə kömək edəcək. Səhər saatlarında qarşıda duran tapşırıqları siyahıya alın və addım-addım irəliləyin. Analitik zəkanız sayəsində hamının gözündən qaçan kiçik bir səhvi düzəldərək böyük bir uğura imza ata bilərsiniz. Sağlamlıq və qidalanma rejiminizi gözdən keçirmək üçün də əla gündür. Günün sonunda özünüzü biraz yorğun hiss edə bilərsiniz, ona görə də bitki çayı və ya isti bir duşla bədəninizi rahatladın. Hər şeyin mükəmməl olması üçün deyil, daxili dincliyiniz üçün çalışın.
Tərəzilər üçün harmoniya, gözəllik və ədalət bu günün əsas mövzularıdır. Ətrafınızdakı gərginlikləri aradan qaldırmaq və insanları barışdırmaq missiyasını üzərinizə götürə bilərsiniz. Səhər saatlarında diplomatik bacarıqlarınız sayəsində çətin danışıqlardan qalib çıxacaqsınız. Estetik zövqünüzün yüksək olduğu bir gündür, buna görə də geyiminizdə və ya mühitinizdə etdiyiniz dəyişikliklər hər kəs tərəfindən bəyəniləcək. Şəxsi münasibətlərdə balans qorumaq vacibdir. Həm öz istəklərinizi, həm də qarşı tərəfin ehtiyaclarını nəzərə alın. Axşam saatlarında bir sənət fəaliyyəti ilə məşğul olmaq və ya gözəl bir film izləmək sizə ilham verəcək. Əqrəblər üçün bugün transformasiya və dərin araşdırmalar günüdür. Sizi maraqlandıran sirli mövzuların üzərinə gedə bilərsiniz. Səhər saatlarında işinizlə bağlı gizli qalan bəzi detalları öyrənmək strategiyanızı dəyişməyinizə səbəb ola bilər. İntuisiyanızın səsini dinləyin, çünki o sizi heç vaxt yanıltmır. Maliyyə tərəfdaşlıqları və ya borclarla bağlı məsələlərdə diqqətli olun. Günün ikinci yarısında daxili gücünüzün artdığını hiss edəcək və qarşınıza qoyduğunuz hədəfə doğru qətiyyətlə addımlayacaqsınız. Ehtiraslı təbiətiniz bugün həm işdə, həm də eşqdə öz sözünü deyəcək. Köhnəni geridə qoyub yeniyə yer açmağın vaxtıdır. Ox atanlar üçün bugün üfüqləri genişləndirmək və yeni macəralara atılmaq vaxtıdır. Səhər saatlarında nikbinliyiniz və enerjiniz hər kəsə sirayət edəcək. Əgər xarici ölkələrlə əlaqəli işləriniz, təhsil və ya hüquqi məsələləriniz varsa, bugün çox məhsuldar keçə bilər. Yeni fəlsəfələr və ya fərqli mədəniyyətlər haqqında öyrənmək sizə yeni bir baxış bucağı qazandıracaq. Dostlarınızla bir araya gəlib gələcək planlar haqqında böyük xəyallar qurmaq üçün mükəmməl gündür. Lakin detala varmadan qərar verməyin, böyük şəkli görərkən xırda nüansları da unutmayın. Azadlıq hissinin dadını çıxarın və şansın sizinlə olduğunu unutmayın. Oğlaqlar üçün bugün məsuliyyət və karyera pillələrində irəliləmək ön plandadır. Sizin çalışqanlığınız və disiplininiz hər kəs üçün nümunədir. Səhər saatlarında ciddi layihələr və ya rəsmi görüşlər üçün enerjinizi toplayın. Sabitlik axtarışınız nəticə verəcək və uzun müddətli hədəflərinizə bir addım da yaxınlaşacaqsınız. Ailə böyükləri və ya nüfuzlu şəxslərlə olan münasibətlərinizdə hörmət çərçivəsini qoruyun. Maddi tərəfdən özünüzü daha güvəndə hiss edəcəyiniz xəbərlər ala bilərsiniz. Günün sonunda bir az tək qalıb gələcək strategiyanızı müəyyənləşdirmək sizə aydınlıq gətirəcək. Zəhmətinizin qarşılığını mütləq alacaqsınız. Dolçalar üçün bugün azadlıq, yenilik və sosial fəallıq günüdür. Standart qaydalardan sıxıla bilər və öz yolunuzu çəkmək istəyə bilərsiniz. Səhər saatlarında texnoloji yeniliklər və ya orijinal layihələr üzərində işləmək üçün ideal zamandır. Dost çevrənizdə və ya qoşulduğunuz qruplarda liderlik edə bilərsiniz. İnsan haqları və ya xeyriyyəçiliklə bağlı mövzular diqqətinizi çəkə bilər. Fərqli və maraqlı insanlarla tanışlıq sizə yeni qapılar aça bilər. Gələcəyə dair ümidləriniz bugün hər zamankından daha güclüdür. Şəxsi həyatınızda isə tərəfdaşınıza daha çox sərbəstlik vermək münasibətinizi daha da sağlamlaşdıracaq. Fərqli olun, fərq yaradın. Balıqlar üçün bugün xəyal dünyası ilə reallığın qovuşduğu sehrli bir gündür. Səhər saatlarından etibarən yaradıcı enerjinizin daşdığını hiss edəcəksiniz. İncəsənət, musiqi və ya meditasiya ilə məşğul olmaq ruhunuzu qidalandıracaq. Başqalarına qarşı olan mərhəmətiniz və empatiya qabiliyyətiniz bugün kiməsə böyük dəstək olmağınıza səbəb ola bilər. İş həyatında intuisiyanıza güvənin, məntiqlə izah edilə bilməyən məsələlərdə daxili səsiniz sizə düzgün yolu göstərəcək. Duygusal münasibətlərdə romantika və incəlik ön plandadır. Sevdiyiniz insanla ruhsal bir bağ qurmaq sizə hüzur verəcək. Özünüzü kainatın axışına buraxın və möcüzələrə hazır olun.